imtahanda qarşına çıxacaq və tərkibinə görə təhlil sxemi 2-dən daha çox düşünülə bilən sözlər haqqında məlumat əldə etmək istəsənsə, bu video məhz sənin üçündür. Dəyərli izləyicilər, əziz ibtidai sinif müəllimləri, mən Müəllim Hazırlıq Mərkəzinin yeni ibtidai Azərbaycan dili müəllimi Fariz müəllim Axundzadə. Gördüyünüz bu söz sizi çaşdıran sözlər silsiləsinə aid olan bir sözdür. Bu sözün izahına keçməmişdən əvvəl belə bir haşiyəyə çıxım. Deməli, bugündən etibarən mərkəzimizin sosial şəbəkələrində, ödənişsiz WhatsApp qruplarında və tətbiqdə həm təhlil sxemi 2 və daha artıq düşünülən cümlələr, eyni zamanda müxtəlif cür təhlil olunan sözlər və s. başlığı altında həm vacib qısa video izahlar, eyni zamanda qəbul tipli testlər və qeydlərlə sizə dəstək olacaq. Bu dəstəkdən faydalanmaq üçün bizi hər yerdən izləyə bilərsiniz. Sözün təhlilinə keçməmişdən əvvəl öz təhlil təxminlərinizi şərh bölməsində yaza bilərsiniz. Deməli, gəlin bu sözü təhlil eləyək. Sözün ilk təhlil sxemi bu cür olacaq, yəni söz sadə söz kimi düşünüləcək. Daha sonra yazaq. Deməli, düy sözün kökü ün olacaq leksik. Daha sonra düy sözün kökü ün qrammatik. Bir də düy sözün kökü düy sözün kökü n qrammatik. Baxın, birinci təhlil sxemində düyün, yəni toy mənasında düyün olacaq. Toy düyün. Burada nitq hissəsi baxımından isim olmuş olacaq. İkinci, baxın, düyün. Məsələn, deyirəm ki, ipə düyün vurdum. Bu sözün kökü düymək feilidir. Ün burada feildən isim yaradan leksik şəkilçi olmuş olacaq. Burada da isim olmuş olacaq. Digər mənada əmr şəklində olan feil kimi düşünə bilərsiniz. Siz ipi düyün. Bu formada feil olmuş olacaq. Və bu formada düyü isminə mənsubiyyət şəkilçisi artırılmış kimi düşünə bilərik. Sənin düyün. Bu formada da isim olmuş olacaq. Belə, dəyərli müəllimlər, sağ olun, sağlıqla qalın.